Əziz gözəl dostlar, salamlayıram sizi. Bu gözəl qardaş, taksi şoförümüz Mircəlal qardaş təsadüfən oturdum maşında. Bu taksidir də. Deyir ki, qardaş, mən də sizi izləyirəm. Allah sizdən razı olsun. Bu məni izləyən çoxdur. Hansı ki, taksidə maşında ki, otururam. Deyir, Nədim qardaş, sizi izləyirəm, amma çoxları deyir ki, əşi tanımam, amma tanıyır, izləyir. İndi sizə onu deməyə çalışıram ki, Çar prezidentin, Respublika prezidentinlə Trump arasında bugünlər, yəni dünənlərdə bir görüş olub. Trump yenə də öz iş başında, yəni istədiyini deyir. Yəni üstünə gedən tərzdə, həmişə Trump'ın tərzində bir gərginlik yaradan tərzdə danışdı. Biz bunları gördük. Yəni ki, Çarın prezidenti soykırımında günahkar bilmişti İsrail'i, Filistin tərəfində tutulmuşdu. Yəni o danışıqları açarkən Çar prezidentinin haqq çıxardan bir Trump sözmələri gördük də, söz söhbətləri. Yəni politika izləyənlər bunu görər. Hansı ki, dırnaq arasında o bəzi verilişləri ki var, öz ailə problemləri, millətin qabağında verilişləri qabağında həll edən ailə və ona baxan onların tayları məni anlamaz, onların rəyləri də məni vecimət deyil. Taxıl olan ekstrasens dediyiniz bəzi baxıcıların da ətrafında bəzi mən dindaram deyə min oyundan çıxanları da məni anlamaz. Məni anlayan kəslər üçün danışıram ki, bu may ayında gedən danışıq prosesləri, bəs nə oldu? Rusiya savaşı ateşkəsli olacaqdı Türkiyədə. Nə oldu? Olmadı. Prezident Trump'la Putin telefon danışığı elədi 2 saatdan çox. Ateşkəs onda da deyirdi, olmadı. Mən savaş başlayandan əvvəl və başlayandan sonra da demişdim ki, bu çox uzun gedəcək, bu Ukrayna və Rusiya savaşı hələ də davam edir. Bu 3-cü dünya savaşa qədər gəlib çıxacağını demişdim və görünən odur ki, hələ ki bitmək bilmir. Nə qədər Trump savaş dalınca bitirmək istədiklərini göstərsəz də, əziz gözəl dostlarımız, ancaq gedən danışıqları, gedişatı, atdığı addımları dərindən politika izləyən kəslər başa düşürlər ki, dərindən politika başa düşür, yəni izləyən kəslər başa düşür ki, nabarot Finlandiya sərhədi, Polşa sərhədi Rusiya qoşun yığdırdığından danışır. Yəni politikanın o qısımları izləməyən şov əhlisinə baş qoşan, mahnılarla vaxtı keçirdən, şovlara baxıb, nə bilim, onun bunun Binnurə belə getdi, nə bilim nə getdi, bu kimi verilişlərə gedib baş qoşanlara da deyirəm ki, politika dərindən izlə ki, dünyada gedən proseslərindən xəbərin olsun. Sonra da ona buna sözündən lağ eləyərək özümü ağıllı bildirib onlara rəy yazasınız. Özünüzü ağıllı bilib mənim kimi politikanı dərindən izləyən insanlara, dərindən izləyən kəslərə qulaq asmayıb lağ eləyən kəslər, siz Xoşqədəm xanım kimi, Zaur kimi insanların ailə problemləri efir qabağında həll eləyən məsələlərə baş qoşaraq onunla yaşayın. Mən isə öz proqnozlarımda olum. Əziz gözəl dostlarımız, bir daha sizlərə deyirəm, inanın ki, may ayında gedən prosesləri, bir çox şeylərin ipucuları var. Hindistan, Pakistan, mayın 1-dən başlayan bəzi toqquşma gərginlikləri və hal-hazırda bu çox ölkələrin aralarında gedən danışıqlarında siz dərindən fikirləşsəz, görəcəksiniz ki, bu yaxın aylarda bir növbəti nazik gözlülər olan iki ölkə arasında da bir təzədən alovlar başlanacaq və İran üzərində də savaş başladacaq, bu diyanan deyil. Yəni dünya yaxşılığa getmədiyini düşünürəm və bunun da bir gün baş verəndə biz də bunu bilirik deməyin. Çünki bugünkü gün, əziz qardaş, efirlərdə nə deyir? Savaş bitəcək, savaş olmayacaq, qutardı, dünya savaş, bir dənə Rusiya savaşı qalıbdır. Nə oldu? Təzədən İsrail ordu saldı Filistinə. Saldı mı? 2-3 gündə biz bunu görürük ki, durdurulmuş müvəqqəti savaş təzədən demək olar alovlanır. İsrail qüvvələri, ordusu təzədən Filistinə yavaş-yavaş hücum eləyərək, sonra bəzi neft quyuları hansısa ölkə üzərində İrana aid olan vuruldu mu, nə belə xəbərlər var. Yəni, əziz gözəl dostlar, gözəl bir günün, gözəl şəhərin bizə qismət eləyən bu ölkə başçımıza təşəkkür edirik. Okey, biz deyən bir dənə Zəngəzur prosesi bizdə qalıb, qalan hər şey yaxşıdır.
Ama dünya sakit değil. Dünya sakit olmadıkça dünyada olan alovların istileri her yana bilər. O yüzden mason oyunları Trump'ı sakitlik uğrunda danıştığı kimi gösterişleri yapmağına bakmayarak öz işindedir. Relax verir. Arada bizi sakitleştirir, bir relax verir. Sanki her şey bitmiş kimi gösterir. Əslində sabahki sakit olan bir gündə yenə də bir şeyler. Yenə də deyirəm, dünya savaş olacaq. Elə hiss edirəm, dünya savaşı. Bu ne kadar politoloji de olsa sizleri korkutsa da bu benim işimdir, hislerimdir. Çünkü mənə də bu barədə soruşanlar var. Mən onlar için danışıram. Mənim kanalım səhifə, məni izləyən, mənim politoloji rəyləri, hisslərimizi istəyən adamlar için olan bir səhifədir. Qalanları get, o verilişlərə baxın, vaxtın geçsin. Bir də mən sizə demək istəyirəm ki, zəlzələlər, təbii fəlakətlər bu dəqiqə görüb danışmağa nə var ki? Mən bunu neçə illərdir qabaq demişəm. Bəli, bunları daha çox sürətləndirəcək böyük zəlzələlər dünyanın bir çox yerlərində də qaçılmazdır. Bunlar baş verəndə tutuquşular çox çıxacaq, o barədə danışanlar. Amma bugün sakit belə bir günündə efirlərdə də belə bir şey olmayanda danışan yoxdur. Mən hər zaman demişəm və indi də deyirəm. Mən duruma baxıb danışan deyiləm. Durum sakitdir, şükür hər yerdə dünyada bu dəqiqə normallaşmaya doğru gedir. Amma bu bir göstəricidir. Axırı dünya savaşı, daha çok gerginlikleri, daxili çapınışmaları bir çok büyük ülkelerinde, terörler, o kimi şeylere hazırlıklar getdiyini düşüncesindeyim ve ha belə büyük zəlzələlərin turnuvası başlayacak. Turnuvası o deməkdir, bir çok ülkelerde ardıcıl şekilde zəlzələlər olacak. Allah dünyanı korusun, ama bizim deməklə koruyacaksa, baxaq böyle koruyacak. Öyle mi kardeş? Baxaq böyle koruyacak. İnşallah. Masonlar öz içinde, biz de göze görmediği bir gücden kömək istəyə yaşayır. Bizim başqa nəyə gücümüz çatır? Mən danışıram, bəziləri mənə lağ eləyir, özləri ağıllı hesab edir. Masonlar da öz həyatında